Pulunuzu yatırım edeceğiniz en etibarlı yer haradır? Yastıq altında saxlamaq? Haqlısınız. Bu sizi qısa müddətli olaraq qoruyur. Lakin nə artım, nə də qazanc var. Əslində isə pulunuz zamanla dəyər itirir. Çünki inflyasiya hər an işləyir. Qızıl almaq, qızıl tarix boyu dəyərini qoruyub saxlasa da, əslində çox ciddi qiymət dalğalanmaları yaşaya bilir. Bəs siz nə qədər qazanc əldə edə bilərsiniz? Unutmayın, bəzən marketdəki sürətli qiymət dəyişiklikləri kimi qızılda da ciddi və sürətli dalğalanmalar baş verə bilir. Maşın almaq? Haqlısınız, cazibədar görünür. Lakin unutmayın, hər zaman dəyər itirən və xərc tələb edən investisiyadır. Sürətlə devalvasiyaya uğrayacaq və yeni aldıqda qazanc əldə etmək çətin olacaq. İndi isə gəlin ən ağıllı seçimi nəzərdən keçirək. İnvestisiya etmək? Bəli, düz eşitdiniz. Bu həm gəlir əldə etməyin, həm də gələcəkdə iqtisadi gücünüzü artırmağın ən ağıllı yoludur. Şirkət səhmləri, forex birjaları, daşınmaz əmlak, siz bunları investisiya etməklə uzun müddətli gəlir mənbəyi əldə etmiş olarsınız. Həm də özünüz üçün pasiv gəlir mənbəyi də yarada bilərsiniz. Əgər siz də yatırım etməyi düşünürsünüzsə, gəlin investisiya etməyin yollarını biz sizə öyrədək.